Salam əziz şagirdlər, mən Murad müəllim. Bugün sizlərlə 17 may 2026-cı il tarixində 11-ci siniflər üçün keçirilmiş OTK sınavında 25-ci sualın izahına baxacağıq. E, Burada sualda bizə toyuq canlısını veribdir və burada cinsiyyət bəzlərinin yetişmə mərhələsindən keçən ilkin cinsiyyət hüceyrələrinin sayını bildiribdir, 5 ədəd. Və buna uyğun olaraq deyir, reduksiyon bölünmədə əmələ gələn kiçik hüceyrələrdə autosom xromosomların cəmi sayı X olaraq verilibdir. Tamam. Burada reduksiyon bölünmə dediyimiz nədir? Meyoz bir prosesidir. Hansı ki, bir başlanğıc ilkin hüceyrənin bölünməsi nəticəsində bir böyük, bir isə kiçik hüceyrə bu şəkildə yaranırdı. E, Deməli, əgər başlanğıc hüceyrəm mənim 5-dirsə, buna uyğun olaraq 5 ədəddən nə yaranmış olacaq? E, Kiçik hüceyrə yaranmış olacaqdır. Əgər ki, bir hüceyrənin bölünməsindən bir kiçik hüceyrə yaranırsa, 5 ilkin hüceyrənin də bölünməsindən 5 dənə kiçik hüceyrə yaranmış olacaq və bunlar birinci dərəcəli nə olmuş olacaq? Yönəltici cisimciklər olmuş olacaqlar. Bu da ilkin oosit adlandırdığımız hüceyrə olmuş olacaqdır. Burada gördüyümüz kimi 5 ilkin hüceyrəyə 5 dənə əgər kiçik hüceyrə yaranıbsa, reduksiyon bölünmə dediyimiz, yəni xromosom sayının azalması ifadəsini bizə bildirir. Xromosom sayının azalması meyoz 1-də baş verdiyinə görə bu şəkildə qəbul etdik. 5 hüceyrəyə uyğun olaraq burada xromosom sayını hesablayacağıq. Bir hüceyrəsində diploid xromosom sayı nə qədər idi? 78 toyuq üçün. Burada 78-dən çıxaram 2-ni qalar 76 autosom xromosomu. Yönəldici cisimcik üçün hesablayacağım üçün burada nə olmuş olacaq? Xromosom dəsti, haploid xromosom dəsti olmuş olacaq və haploid xromosom dəstində e, nə qədər olmuş oldu xromosom sayı? 76-ın 2-yə böləndə 38 olmuş olacaq. Təbii ki, buradan 5 hüceyrə varsa 5 vur 38 bərabərdir 190 almış olacaq cavabı. Belə əziz şagirdlər, bugünkü e, sualımızın izahı bu qədər idi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.